Uşağınız gelsin, bak sonra uşağınız kör olacak, yaman günek olacak, təhsil alamayacaq. Elə bizə bu, siyaset qırağa qoy. Bizə bu, təhsil ala bilməyəcək. Mən sizə deyirəm, mən %100 bilirəm ki, get-gedə müəllimlərin sayı azalır. Bunun pensiya çıxanı var, vəfat eləyəni var, kefindən işdən çıxıb gedəni var. Gedin baxın görün Rus bölməsində nə qədər vakansiya var. Nətər olur ki, Azərbaycan bölməsinin müəllimi 58 balla qəbul olunur, 60 balla qəbul olunur, Rus bölməsinin müəllimi 35-40. Və Şəmsi müəllim, birdən yadımdan çıxa bilər, bu sualı da qeyd edim. Yəqin ki, növbəti sual olacaq. Bu hansı məntiqə sığır ki, 100 bal toplayanı Bakıda məktəbdə müəllim kimi işlə təmin edirlər. Amma 37 bal toplayanı, 40 bal toplayanı bölgələrə göndərirlər, kəndlərə. Yəni, bax, bu ayrı seçicilik hardan doğur? Bax, bunu mən qeyd etmək istəyirəm. Yəni, məntiqcə düzdür, yoxsa əyalətlər aşağılanır. Amma bilirsiniz, Türkiyədə bu tam fərqli bir baxışdır Türkiyədə. Məsələn, Diyarbəkirdə, Van'da, əyalətlərdə də, Türkiyənin əyalətlərində müəllim daha çox əmək haqqı alır. Nəinki mərkəzdə. Amma Azərbaycanda tam fərqlidir. Yox, Azərbaycan kəndlərində də o rayon mərkəzindən kompensasiya 100 manat. Uzaqlıq səviyyəsinə görə var o, düzdür bir zülümlə alırlar. Amma o da qane edici səviyyədə deyil. Qane edici səviyyədə o 100 manatı yol puluna heç nəyə də çatmır. Nəysə, mən gəlirəm sizin birinci sualınıza. Repetitorluq niyə inkişaf edir? Onun qarşısını almaq mümkündürmü? Xeyri və ziyanı nədir? Elə deyilmi? Belə bir sual verin. Repetitorluq dünyanın hər yerində var. Dünyanın hər yerində var. Əlavə təhsil deməkdir də. Repetitorluq əlavə təhsil deməkdir. Amma nəyə görə bizdə bugün repetitor təhsilinə daha çox üstünlük verilir, nəinki məktəb təhsilinə? Mən birinci növbədə hamıya üzümü tutub deyirəm ki, baza təhsili olmayan adamın, yəni normal, orta təhsil almayan, sinifdə qazanılmayan bilik ancaq əzbərçiliyə xidmət edəcək. Bunu yadınızda saxlayın. Əgər şagird məktəbə getmirsə, ancaq repetitor yanında məşğul olursa, o şagirdin biliyi fundamental bilik deyil. O əzbərləyir, imtahana hazırlaşır. İmtahanı onun da şuur altına yazılır ki, bu bilik sənə, məsələn, mart ayının 2-sində buraxılış imtahanı deyilmi? Mart ayının 2-sinə qədər lazımdır. Mart ayının 2-sində o biliyi avtomatik beyin silir. Və yaxud da ki, iyul ayının 20-sinə qədər lazımdır qəbul imtahanı, eləmi? Bəli. Bu əzbərçi bilik iyul ayının 20-sindən sonra əriyib gedir. Az müəyyən bir hissəsi qalır. Çünki fundamental bilik deyil. Amma sinifdə öyrənilən bilik fundamental bilikdir. Çünki sinifin, məktəbin mahiyyəti başqa şeydir. Orada repetitor müəllimin məqsədi onu elə bil o mismarla onun beyninə çalmaq ki, dur burada. Bu ən demək maraqsız, oxumayan uşaq da hətta onu əzbərləyib gedib imtahan verir. Amma ondan sonra hansı proseslər baş verir? Onu ali məktəb müəllimlərindən dəvət eləyərik bir dəfə, soruşarıq ki, görə bax, məsələn, 600 balla gələn abituriyentin, indi tələbənin neçəsi o qiyməti doğruldur? 650 bal toplayıbdır, məsələn, 10 uşaq, eləmi? Bəli. İndi oturub auditoriyada, görə onun neçəsi özünü doğruldur. Oxuyur mu? Yox. Qətiyyən mümkündür. Əgər repetitor yanına gedibsə, o 650 ballıq o səviyyəni tək adamlar. O da kimdir? Mütləq məktəbə dərsə də gedib, hazırlığa da gedib. İkisini paralel aparanlar onu ödəyəcəklər. Amma o yalnız repetitor yanına gedən uşaqlarda o yaddaşa əsaslanmır, o əzbərçi, yəni yaddaşa əsaslanır, əzbərçiliyə əsaslanır və kompüter o müəyyən failləri, müvəqqəti failləri silən kimi avtomatik insan beyni də o müəyyən müddətdən sonra onu silir.
Bəs indi repetitorluğu yaradan, inkişaf elətdirən bir səbəb var da, elə deyilmi? Bu səbəbin biri odur ki, orta məktəb proqramı ilə bugün orta məktəb proqramı ilə Dövlət İmtahan Mərkəzinin tələbləri üst-üstə düşmür. Niyə? Onu onlardan soruşmaq lazımdır. Elə Emin Əmrullayevdən soruşmaq lazımdır. Ki, nəyə görə özü Direktorlar Şurasının üzvüdür, elə deyilmi? Bəli. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının üzvüdür. Yəni direktorlardan biridir. Bu adam orada məsələ qoymalıdır ki, ya təhsil proqramları qəbul proqramlarına uyğunlaşdırılsın, tədris proqramı. Ya qəbul proqramları, tədris proqramı. Bu ikisi bir-birindən ayrıdırsa, məcburdur şagird, valideyn, müəllim məcburdur ki, qəbul imtahanının proqramı əsasında hazırlaşsın. Yəni, məktəb kurikulumu əsasında hazırlanmış dərslik qalır bu tərəfdə. Gedək bu gün repetitor müəllimlərdən 5-ini, 3-ünü, 15-ini danışdıraq görə hansı vəsaitdən istifadə edir? Hamısı Dövlət İmtahan Mərkəzinin vəsaitlərindən istifadə edir. Niyə? Ona görə ki, sual oradan düşəcək. Ona görə ki, dərsliklərimiz yaman gündədir. Ona görə ki, müasir kurikulum dərslikləri, elə kurikulum yazığın adını qoyaqıram, müasir dərsliklər. Bütün günahları cəmaət kurikulumda axtarır. Kurikulum yol deməkdir, proqram deməkdir. Heç o kurikulum sözünü o qədər hallandırdıq ki, cəmaət artıq kurikulum sözünə nifrət edir. Əslində heç o kurikulum sözünü biz işlətməli deyilik. Məsələn, Gürcüstan təhsil proqramı deyir, nə bilim, Özbəkistan bir başqa deyir, Qazaxıstan bir başqa deyir. Kurikulum sözünü bizdən başqa heç kim işlətmir. Kurikulum sözü yol deməkdir, iz deməkdir, məqsədə çatmaq yoludur. Dərslikdən danışaq. Bugün, məsələn, gedin 5-ci, 6-cı, 3-cü, 1-ci, neçənci dərslikdə baxın, görün, ismin tərifi varmı? İsmin neçə halı olduğu varmı? İsmin halı, güya Allah qoysa, şagird özü axtaracaq, tapacaq, internet resurslarından, filandan tapacaq ki, isim nə deməkdir. Dərslikdə yoxdur. Uşaq özü tapmalıdır. Qardaş, sənin o şəraitin varmı? Sənin hər şagirdinin bir tableti varmı? Sənin şagirdinin əlində bir telefon var, onunla da iqra oynayır. Çox üzr istəyirəm, Aydın Abışov yazır. Hörmətli izləyicilər, suallarınızı bütün platformalardan çox xahiş edirəm. Səngər TV YouTube kanalından suallarınızı yazın. Burada biri yazıb, MİQ imtahanından keçib və orta məktəbdə 160 manat maaş alır. Bəs minimum əmək haqqı 400 manat deyil. Başqa platformadan yazıblar bizə. Çox xahiş edirik, Səngər TV YouTube kanalından bizi izləyin. Səngər TV YouTube kanalından. Suallarınızı buradan yazın ki, bütün sualları buradan cavablandıra bilək. Bir tamaşaçımız yazır ki, Aqil bəy, bu cür verişlərinizə Elşən Qafarov da dəvət edin. İnşallah dəvət edərik. Buyurun, Şəmsi müəllim, üzr istəyirəm, mən hərdən haşiyə çıxıram. Deməli, bu repetitorluq buna görə də inkişaf edir. Bu bir. İkincisi. Bəs repetitorluğun həm də demək, təhsilə xeyri və ziyanı nədir? Bu barədə danışalım. Təhsilə xeyri nədir? Bu repetitorluq əgər normal qaydadan, məsələn, Türkiyədəki kimi, başqa ölkələrdəki kimi olsa, tətbiq olunsa, heç bir ziyanı yoxdur. Nədir? Orada əlavə təhsildir. Məsələn, dərsdən sonra, məktəbdən sonra şagird gedirsə müəllim yanına, əlavə bir şeylər öyrənirsə, bunun heç bir ziyanı yoxdur. Bunun heç bir ziyanı yoxdur. Bizdə repetitorluğun bəlası ondadır ki, bu dərs saatının hesabınadır. Bugün tam məsuliyyətimlə deyirəm, gəlsin Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin bir işçisi mənə desin ki, yalan deyirsən. Amma bu şərtlə ki, kameramızı götürək, heç kamera da lazım, bir telefonumuz bəs. Gedək, mən deyəcəm, bax, gedək filan məktəbə, girək filan sinifə. Görək neçə uşaq var, sinifdə neçə uşaq var. Bugün Bakı məktəblərində 10-11-ci sinifdə uşaq yoxdur, dərs vaxtı uşaq yoxdur. Hamısı repetitor. Müəllim oturub, əlini bu qulağının dibinə 2 nəfər, 3 nəfər uşaq var. Bəs uşağın bir məsuliyyəti var, tutaq ki, Allah uzaq eləsin, başına bir hadisə gəldi. Onda müəllim getdi şimdi alın. Müəllim məsuliyyət daşıdı. Direktor yox, müəllim. Bu zaman, yox, direktor da məsuliyyətdir. Məsələn, mən
Həmişə müəllimlərə deyirdim ki, girdin sinifə, şagird sinifdə yoxdursa, qaybini yaz. Niyə? Əgər bir hadisə baş verəcəksə, müstəntiq mütləq jurnal açacaq. Bəli. Baxacaq jurnala ki, görüm həmən saatda sən ona qayb yazmısan, yazmamısan. O müəllim qayb yazırsa, düzgün, yox idi, mən də qayb yazmışam. Buna heç kim heç nə deyə bilməz. Vay o gündən ki, uşağın başına bir iş gələ, həmin saatda da müəllim dərsində ona qayb yazmıyor. Git cavab ver. Təbii ki, belə bir şey var. İndi burada söhbət ondan getmir. Allah eləməsin, elə bir hadisələr yaşanmasın. Amma bugün məktəb, bizim repetitorların ziyanı odur ki, bizdə hazırlığa gedən uşaqlar səhər-səhər gedirlər. Dərs vaxtı gedirlər. Dərs vaxtından repetitorlarına get, axşam get, dərsdən sonra get. Məsələ orasındadır ki, bu repetitorlara deyən yoxdur ki, məsələn, mən işləyəndə mən repetitorlara xəbər göndərirdim ki, mənim şagirdimlə məşğul olursan, Allah xeyir versin. Saat 2-dən sonra əgər, müəllimlərə də tapşırırdım, əgər bilsəm, eşitsəm, tutsam, səni şikayət edəcəm. Birincisi, səni vergiyə şikayət edəcəm, qoy səndən vergi alsınlar. Polisə şikayət edəcəm ki, sən məktəbin fəaliyyətini pozursun. Bunu mən deyirdim və maksimum olmasa da bir 80% nail olurdum ona. Ki, mənim şagirdlərim yaxşı eləyirsən, hazırlıq elə ilə, əcəb eləyirsən. Öz müəllimlərimiz onsuz da eləyə bilməzdi, günortadan sonra məşğul olurdular. Kənar müəllimlər də mənim xasiyyətimi bilirdilər dediyimi eləyəcəm. Ona görə də mənim rəhbər olduğum məktəbin şagirdi gedəndə maksimum çalışırdılar ki, onları saat 3-dən 4-dən sonraya salsınlar ki, mənlə davaya çıxmasınlar. Və mən işlədiyim müddətdə kimsə deyə bilməz ki, mən bir uşağa icazə vermişəm. Mənim şərtim bu.